Hər bir kəsi Allahın salamı ilə salamlayırıq. Allah Taala'dan bu müqəddəs ayda hər bir kəs üçün xeyir və bərəkət diləyirik. Bildiyimiz kimi Ramazan ayı Allah Taala'nın insanlar üçün təyin etdiyi xüsusi aylardan biridir. Bu nurani ayı daha da nurani eləyən heç şübhəsiz ki, Qurani-Kərimin ayələri və məsumlardan gələn hədislərdir ki, həmin kəlamlara biz diqqət yetirsək və həyatımıza tətbiq eləyə bilsək, bu ayın orucunun keyfiyyətini daha da çox artıra bilərik. Ramazan ayının orucuna diqqət yetirsək, bu orucda bir çox hikmətlər var və Allah Taala bir neçə səbəbə görə bu ayın orucunu vacib eləyib. Bu ayın xüsusiyyətlərindən biri insanın həyatına nizam və intizam gətirməyidir. Oruc vasitəsilə insan həyatına nizam-intizam gətirə bilər. Çünki bu ayda başqa günlərdə halal olan şeylər bizlər üçün haram sayılır. Müəyyən bir zaman çərçivəsində həmin işlərdən çəkinməliyik. Məsələn, insan imsak edərsə, imsakda yediyi yeməkdən bir tikəsini azan veriləndən sonra yeyərsə, təbii ki, həmin günün orucu artıq batil olmuş sayılar. Bu, müəyyən bir zaman çərçivəsində özümüzü müəyyən məsələlərdən çəkindirməklə əslində həyatımıza bir nizam-intizam tətbiq etmiş oluruq. Təbii ki, insanın həyatı nizam-intizamlı olarsa, insan öz tutduğu yolda sabit qədəm olar. Sabitlik insan üçün çətin bir məsələdir. İmam Sadiq əleyhissalam bir hədisdə buyurur: "Əl-ibqa'u aləl-əməli həttə yaxlusa əşəddu minəl-əməl." Əməl xalisləşənədək onda sabit qədəm olmaq əməlin özündən daha da çətindir. Əməl etmək asandır, nəinki o əməldə sabit qədəm qalmaq. Sabit qədəm qalmaq tutduğumuz yolda niyə görə əhəmiyyətlidir? İnsanın nəfsi istəkləri müxtəlifdir. Xeyirli və özünə ziyan olan hər bir şeyə doğru nəfs istiqamət ala bilər. Təbii ki, insan öz həyatında sabit qədəm olsa, həmin istəklərin qarşısında bir maneə çəkə bilər. Və bilək ki, çox həssas bir məsələdir və sabitliyin həssas olmasını Allah Teala Qurani-Kərimdə İsra surəsinin 74-cü ayəsində bizlərə təqdim edir. Allah Teala həmin ayədə buyurur: Bismillahirrahmanirrahim. Və ləulə ən səbbətnəkə ləqad kittə tərkənu iləyhim şeyən qalilə. Sadaqallahul aliyyul azim. Həzrət Peyğəmbərimizə Allah Teala buyurur ki, əgər biz səni dinində sabit qədəm etməsəydik, əlbəttə azca da olsa onların yoluna meyl edəcəydin. Çox həssas məsələdir. Hətta Peyğəmbər üçün Allah Teala buyurur ki, biz səni dinində sabit eləməsəydik, tutduğun yolda sabit olmasaydın, azca da olsa batil əhlinə tərəf meyl eləyə bilərdin. Ramazan ayı bu baxımdan bizlər üçün bir fürsətdir ki, insan özündə bu xüsusiyyətləri cəmləyə bilər, formalaşdıra bilər. İnsan bu xüsusiyyəti özündə formalaşdıra bilsə, nizam-intizamlılıq və tutduğu yolunda sabit qədəm olmaq xüsusiyyətini özündə formalaşdıra bilsə, onda nə olar? İmam Sadiq əleyhissalam bir hədisdə buyurur ki, bizim dostlarımız əgər tutduqları yollarında sabit qədəm olsaydılar, mələklər onlarla əllə görüşərdi. Göyün buludları onların üzərinə kölgə salardı, üzləri nur saçardı və Allahdan nə istəsəydilər, Allah Teala onlara əta edərdi. Bu cür nə insan həyatına təsir eləyə bilər sabitlik, dinində, tutduğu yolunda sabit olmaq. Çətin məsələ olsa da təbii ki, hər bir kəsin eləyə biləcəyi bir məsələdir. İnsan qarşısında hər hansısa bir məqsəd qoyubsa, hədəf qoyubsa, o məqsədə çatmağın ən əsas yolu tutduğu yolda nizamlı, intizamlı olmaq və sabit qədəm olmaqdır. Təbii ki, Ramazan ayının orucu ilə bərabər başqa əməllər də var ki, insana tutduğu yolda sabit olmağı öyrədir, məşq elətdirir. Həmin əməllərdən birini də İmam Sadiq əleyhissalam yenə də buyurur:
Buyurur ki, öz dostlarından birinə buyurur ki, ey Cündəbin oğlu, gecələr yuxunu, gündüzlər isə kəlamını qısalt. Və ardıca buyurur ki, insanın əzaları içərisində dildən və gözdən daha az şükr edən başqa bir üzv yoxdur. Və yenə ardıca buyurur ki, Həzrəti Süleymanın anası ona xatırlatdı, dedi, ey oğul, gecələr yuxunu azalt, cəmaatın xeyirli əmələ ehtiyaclı olduğu gün yoxsul qalmayasan. Diqqət yetirsək, İmam Sadiq əleyhissalam burada buyurur ki, insanın ən az şükr edən üzvü dili və gözüdür. Halbuki insanlar şükr eləyəndə əsas istifadə etdiyi vasitə dildir. Bu kəlmə niyə xüsusi şəkildə vurğulanır və daha az deyir, şükr eləyir insan bu orqanların vasitəsilə? Çünki insan günah eləyəndə ən çox istifadə olunan orqanlarından biri ağızdır, digəri isə gözdür. İnsan təbii ki, müxtəlif vasitələrlə günah eləyə bilər, ancaq günahlarımıza diqqət yetirsək, daha çox nə ilə günah eləyirik? Daha çox istifadə elədiyimiz dilimizdir, boş sözlər danışmaqla, qeybət eləməklə, söyməklə və s. Digər isə gözdür ki, insan gözünü qorumasa təbii ki, günaha düşəcək. Bəs bunun şükrə nə aidiyyəti var? Aidiyyəti budur ki, insan hansı üzvləri ilə günah eləyirsə, bilək ki, həmin üzvlərin şükrünü yerinə yetirmiş sayılmırıq. Nə qədər desək ki, filan şeyə görə şükr olsun, bilək ki, o şükrümüz şükür deyil. Ona görə də imam buyurur ki, həmin üzvlər vasitəsilə insan daha az şükr eləyir. Çünki həmin üzvlər vasitəsilə insan həyatında daha çox günahlara yer verib. Və ardıca buyurur, gecədən deyir azalt, gecə yatmağından azalt. Böyük insanların gördüyü iş budur ki, öz həyatlarında gecələr Allahlarına ayırdıqları xüsusi bir vaxt olub. Bütün böyük insanların həyatına baxsaq, həm çox tövsiyələr eləyiblər, gecə haqqında, gecənin müəyyən bir zamanı haqqında ki, həmin zamanı Allaha ayır, Allahla rabitədə ol, həm də özləri əməl eləyiblər və bunun vasitəsilə də xüsusi böyük bir məqamlara çata biliblər. Böyük insanların nəsihətlərinə baxsaq, buyururlar ki, bu işi görmədən gecələr Allahla rabitədə, razı-niyazda olmadan mümkün deyil ki, insan mənəvi məqamlara, dərəcələrə yüksələ bilsin. Ona görə də bu ayda özümüz üçün xüsusi bir vaxt da ayıraq. Gecələrdə müəyyən bir zamanı sərf eləyək Allahla rabitəyə, Allahla razı-niyaza. Niyə görə? Bunun əhəmiyyəti ondan ibarətdir ki, Həzrət Peyğəmbərimiz buyurur ki, gecəsini Allaha ayıran müəyyən bir zaman çərçivəsində təbii ki, gecə ibadəti ilə məşğul olan insanın əxlaqı kamilləşər, əxlaqı xüsusiyyətləri gözəlləşər. Bir rəvayətdə qeyd olunur, Həzrət Peyğəmbərimiz Həzrət Əli əleyhissalama vəsiyyət eləyir. 3 dəfə buyurur ki, gecə namazından müğayət ol, gecə namazını yerinə yetir. Ona görə ki, gecə namazı insanın ruzisini artırar, insanın üzünə nur verər və əxlaqını gözəlləşdirər. Bu ay hər birimiz üçün fürsət ayıdır, əziz dostlar. İnşallah bacardığımız qədər bu ayın dəyərini bilək və bu aydan maksimum şəkildə faydalanmağa çalışaq. Və dediyimiz bu xüsusiyyətləri, bu əməlləri yerinə yetirə bilsək, özümüzdə nizam və intizam xüsusiyyətini, eyni zamanda sabit qədəmlik xüsusiyyətini formalaşdıra bilərik.